Bəziləri zuhur istəyir. Mənim elə kənarla işim yox. Elə hər namazdan sonra əlini açıb Allahümə kulli vəliyyikə azından 5 namazda ya 3 vaxtda oxuduğumuz halda və yaxud da ki, hamılıqla bütün məzhəblərdəki var, vəd olunmuş Məhdini gözləyirlər, sonuncu xilaskarı ki gözləyirlər. Bu bütün dinlərdə var, bütün məzhəblərdə var. Müxtəlif görüşlər olsa da, amma sonda bir xilaskarın gələcəyi, bütün dinlərdə, inanclarda dünyanın sonunda xeyrin şərrə qalib gələcəyi məsələ var. Bəzilərimiz zuhur istəyir, amma həyatında görürsən, yalan danışır. Görürsən, hansı məclisdə, hansı yerdə oturur, çayxanasında, ev məclisində, bəzən görürsən, hətta məscidin özündə belə şeytan orada da məqam fürsət tapan kimi səni vadar eləyir, qeybət eləyirsən. Məsələn, ya məscidin işçisi barəsində, nə məscidin bir bilmədiyin, sənə aid olmayan bir məsələ, ibadətə gəlmirsən, Allah evindəsən, savaba gəlmirsən, amma savab qalıb bir yana, aman bu nəfsin əlindən. Görürsən, İmam Zaman istəyir, amma adam haram işlə məşğuldur, haqq yeməklə məşğuldur. Təkəbbürlü ilə, xudpəsəndli ilə, axı əzizim. Sonra da deyirik ki, axı imam niyə gəlmir? Ay imam, niyə gəlmirsən? Allah, imamı niyə göndərmirsən? Mən istəyirəm biraz loru bayağı dildə, elə öz danışdığımız günümüzdə olan o sözlərlə deyim, ta aydın şəkildə başa düşülsün. Dostlar, əzizlər, qardaşlar, səsimi eşidənlər, elə başlıca sözüm özmədir, sonra sizlərədir. Biz elə başa düşürük ki, İmam əleyhissalam gələndə yalnız zalımı devirəcək, zülmün kökün kəsəcək. Bu öz yerində, bəli, zalımı devirəcək, zülmün kökün kəsəcək. Amma zülmün kökü, bilirsiniz, bəzən elə özümüzdədir. Bəzən bəzi günahları o qədər xırda görürük, günah bilmirik. Amma onları üst-üstə yığanda bir tonqala, onun odu səni də yandırar, ətrafı da yandırar.